Azərbaycanla qonşu ölkələrdə miqrasiya edən qəhvəyi mərmər bağacığı Respublikanın Zaqatala-Balakən zonasında kütləvi şəkildə müşahidə edilir. AR24-də Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə əlaqədar qurumların təmsil olunduğu regional əlaqələndirmə mərkəzi tərəfindən vəziyyət nəzarətdə saxlanılaraq müvafiq tədbirlər görülür. Daha ətraflı məlumatı indi əməkdaşımız Mədinə Həmidova bizə çatdıracaq. Axşamın xeyir olsun Mədinə. Sözü gedən zərərvericilərə qarşı hansı tədbirlər görülür? Komitənin açıqlaması nədir? Eşidək səni. Salam, hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Bəli, payız qış mövsümünün əlaqədar olaraq Azərbaycana digər ölkələrdən miqrasiya edən qəhvəyi mərmər bağacığı hazırda Zaqatala və Balakən rayonlarında kütləvilik təşkil edir. Hazırda olduğumuz Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyatı qurumlar zərərvericilərlə mübarizə tədbirləri həyata keçirirlər. Bəs vətəndaşlar bu mübarizə tədbirlərinə necə töhfə verə bilərlər? Nələrə diqqət etməlidirlər? Bu və digər suallarımız olacaq və yanımda qonağım var, suallarımızın cavabını ondan eşidəcəyik. Azərbaycan Qida Təhlükəsizliyinin Agentliyinin şöbə müdiri İlkin Kərimov. İlkin bəy, hər vaxtınız xeyir olsun. Mən artıq sualları səsləndirdim. Cavabları sizdən eşidək. Təşəkkür edirəm mövzuya toxunduğunuz üçün. Əvvəla onu bildirim ki, qonşu ölkələrdə, Gürcüstanda, Türkiyədə, Qazaxstanda, eləcə də Rusiya Federasiyasının cənub regionlarında çox geniş, kütləvi şəkildə yayılmış qəhvəyi mərmər bağacığı hələ 2021-ci ildə Azərbaycan Respublikasının Şəki-Zaqatala regionunda müşahidə etməyə başlayıb. Hələ qeyd edim ki, o vaxtda Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ilkin olaraq monitorinqlər keçirildi, müşahidələr aparıldı. Daha sonra tədbirlər planı hazırlandı və Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri əlaqədar regional əlaqələndirmə mərkəzləri də yaradıldı. Bu hansı ki, şimal və şimal-qərb rayonlarını, qərb rayonlarını əhatə eləyir. Həmin regional əlaqələndirmə mərkəzlərində Qida Təhlükəsizliyi Agentliyi ilə paralel olaraq digər dövlət qurumları da təmsil olunur və həmin qurumlar tərəfindən hal-hazırki dövrə qədər monitorinqlər həyata keçirilir. O cümlədən bağacıqla mübarizə tədbirləri çərçivəsində həm kimyəvi mübarizə üsulundan istifadə olunur, eyni zamanda da feromon tələlər, adadıcı tələlərdən də istifadə olunur. Bizim hal-hazırda müşahidələrimiz onu deməyə əsas verir ki, bağacıq hal-hazırda qışlama dövründədir və bu dövr, belə deyək ki, bağacıqla mübarizə üçün çox əlverişli hesab olunur. Çünki o populyasiyası ola bilər və bu çoxalmanın qarşısını almaq üçün və gələcək, belə deyək də, iqtisadi zərərləri önləmək üçün yaxşı olar ki, dövlətin həyata keçirdiyi bu tədbirlərlə yanaşı vətəndaşlarımız da bu mübarizə tədbirlərində aktiv şəkildə iştirak etsinlər və onlara rica edirik ki, sakinlərimiz, fermer təsərrüfat sahibləri, sahibkarlar mexaniki yolla zərərvericini toplasınlar, məhv etsinlər və dövlət qurumlarına bu işdə dəstək göstərsinlər. Çox sağ olun, ətraflı məlumata görə, bəli, hazırda olduğumuz Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən sözü gedən məsələ ilə bağlı detalları diqqətinizə çatdırdıq. Söz yenidən sizdədir. Təşəkkür edirik Mədinə. Hər ikinizə də ətraflı məlumat üçün elə bu xəbərlə də bu saat olan buraxılışımızı yekunlaşdırırıq. Təbii ki, xəbərlərin 22 buraxılışında yenilənən informasiyalarla yenidən qarşınızda olacaq. Hələlik.